Bu da mənim 3 dənə gözəlçəm. Vloga axıra kimi baxın. Birinci salat. Bu da bizim cheesecake. Buradan biraz tökülüb, buna fikir vermeyin. Bu da qəlyanaltı kimi gedir, toplar. Hər kəsə salam, kanalıma yenidən xoş gəlmisiniz hər biriniz. Mən səhər oyandım. Deməli, yoldaşım üçün və Alinka üçün səhər yeməyini hazır eləməliyəm. Pomidor yumurta olacaq. Bir dənə özümə kofe eləyəcəm. Ondan sonra keçəcəm bütün işləri görməyə. Siz isə like qoymağı və vlogun altında rey yazmağı unutmayın. Əl üzümü səhər yudum. Birinci oyananda çalışıram ki, bütün öz işlərimi görüm. Sonra ailəni durğuzum, yoldaşımı və bizim səhərimiz başlayır. Sizin səhəriniz necə başlayır? Kim birinci oyanır, kim kimi durğuzur? Deməli, paçilərimi də qoydum. Üzüm biraz şiş olur səhərlər. Və niyə belə geyinmişəm? Artıq soyuqlar başlayıb. Biz elə kombinin qoşmamışıq. Çünki elə də soyuq deyil evimiz, elə də isti deyil. Orta. Amma yəqin ki, sabahdan kombini qoşacağıq. Havamız da böyle gözəldir, yağışlı havadır. Çox sevirəm belə yağışlı havanı. Burada isə pomidor yumurta hazır edirəm səhər yeməyimiz üçün. Alin də bizlə yemək yiyəcək. Krasivo qızım. Nəysə, keçək hazırlayaq. Yemeğimiz de hazırdı. İlk halini yetiştireceğim. Sonra özümüzü. Горячий подуй.
Кого-то из них встречают верные питомцы. Кого-то бокалы с сухим мартини. Других на столе этот ужин. Мамочка, это не сварённое. Какая интересная закуска. Bütün yemeklerim de hazırdı. Aşım, plov hazırdı. Mercimek çorbası. Bir de burada... Oy, elim yandı. Bir de burada böyle lezzetli şirəli dana. Mercimek çorbası da çok əla alındı. İndi ailəni yatışdırmışam. Hava da çok güzeldi. Yağış yağır. Əsil mercimeğin havasıdır. Burada biraz belə nardan düzürsüz. Kim nar mənim kimi xoşlayırsa. Gedim yiyeyim, mənə nuş olsun. Alinka oynanda da ondan mercimek çorbasını yiyəcəm. Bir də suxarik hazır edəcəm mercimeğin çorbası üçün. Bunu tapdım. Etinin pişenkaları, burçak çox lezzetlidir. Sadəsi də var. Bir də belə şokoladdan olanı. Çay içirəm və serialıma baxıram ailən yatana kimi. Akşama da dedim ki bir tane cheesecake hazır edeyim. Cheesecake'in resepti de mütləq sizlerle paylaşacağım çünkü çok lezzetli alınmıştı. Siz de rahatlıkça istifadə edə bilərsiniz bu reseptdən. Böyle bir piçenkalar almıştım. Ettiğim piçenkaları burçak. Araz marketten almıştım. Dadını da çok beğendim. Çayla da çok lezzetli gedirdi. Fındıqları ve piçenkaları blenderdan keçirdirik. Ve daha sonra mən kərə yağını götürmüştüm. Onu götürdüm mikrovalnovkada erittim. Bütün proporsiyaları nə qədər nə istifadə eləmişəm videonun altında tapa biləcəksiniz. Yoldaşım həmin gün evdəydi. O da Alinka ilə məşğul olmuşdu. Mən də rahat öz işimi görə bilirdim. Formanı götürdüm, falqa ilə üzərini bağladım, alt hissəsini. Daha sonra bu qarışımı götürüb qarışdırırıq formanın içində. Sonra göndərirsiniz bu formanı soyuducuya, biraz qalsın orada özünə gəlsin. Bərk olmalıdır. Soyuducuda da hardasa məndə 31 saata kimi yaxın qalmışdı. Çünki biraz işlərim var idi. Siz daha da az vaxta qoya bilərsiniz. Qoyduqdan sonra mütləq keçin, kremi hazırlayın. Krem üçün bizə lazım olacaq yumurta, labne, qaymaq, bir də şeker tozu. Mən bu cheesecake reseptlə edirdim. Oradakı xanım sadəcə əllə qarışdırırdı. Məndə isə alınmadı. Biraz bərk tekstura alınmışdı. Ona görə mənə mikser kömək oldu. Labnəni əlavə edirik, sonra qaymağı və yaxşıca qarışdırmalıyıq onları. Ən sonda isə şəkər tozunu əlavə edirsiniz və yenə qarışdırırsınız. Şəkər tozu əriməlidir yaxşıca onun içində. Hamısını qarışdırdıqdan sonra yumurtanı əlavə edirsiniz və yenə qarışdırırsınız. Limonun dərisi lazım olacaq bizə. İstəyirsiniz apelsinlə də eləyə bilərsiniz, fərqi yoxdur. Biraz rəndədən keçirdim onu ki, gözəl qoxu versin. Dadı da inanılmaz ləzzətli idi. Turşuluq da hiss olunmurdu. Ən sonda isə 2 çay qaşığı un keçirtdim ələkdən və ora əlavə elədim. Yenidən yaxşıca qarışdırırıq və gedirik formamızı çıxardırıq soyuducudan və bu kremi formanın içinə doldururuq. Məndə krem qıraqlarına çıxmadı. Mən qorxurdum ki, qıraqlarına yayılacaq, amma heç nə olmadı. Əgər sonradan görürsünüz ki, hava qalıb, kremdə biraz vurun onu, havası çıxsın. Ən zəhləm getdiyim iş narı təmizləməkdir. Onu da verdim yoldaşıma ki, özü təmizləsin. Niyə xoşuma gəlmir? Çünki nardan sonra əllərim qıpqırmızı olur, sonra saralır və keçmir. Həm Alinə oldu əyləncəli, həm yoldaşıma. Biri təmizləyirdi, o birisi isə yeyirdi. Сама залезет. Ну-ка сама залезет. Холодный? Вкусно? Да? Bildiyiniz kimi xəstə olmuşduq bir həftə. Hələ də xəstəlik bizi buraxmır. Ona görə belə bol vitamin C ilə olan qəşəng çay dəmlədim. Feyxuanı blenderla əzdim. Biraz apelsin də rəndədən keçirtmişdim. Apelsin və limon dilimləri atdım və 2
xörək qaşığı qara çay. Suyu əlavə elədim və çayımız hazır idi. Biraz turş məzə idi, amma dadlı idi. Güldarov. Bir stəkan suya mən şəkər tozu əlavə elədim, qoydum qızsın. Yaxşıca qarışdırdım, ondan sonra limon soku və nişasta. Məndə qarğıdalı nişastası idi və ən sonda belə bir krasitel almışdım, sarı rəngdə. Əslində sarı kökdə istifadə eləmək olar, amma sarı kökdən sonra hər yer saralır. Bütün qablar kirlənir və ətrafdakı yerlər. Bu krasitel isə heç nə rəngləmədi. Mən düzdür, cheesecake-in soymasını gözləmədim, tez bazar elədim, çünki yoldaşıma verməli idim, amma siz mütləq gözlədin. Bu arada Papagilə də getdik. Çoxdan da görüşmürdük, çünki xəstə idik. Sağaldıq və getdik onu görməyə. Джеки, нельзя. Скажи, Джеки, нельзя. Джеки, нельзя. Ой. Скажи, Джеки. Скажи, Джеки, ну-ну-ну. Иди сюда. Иди сюда. Сюда. Иди сюда. Иди. Смотри, иди. Иди сюда, Джеки. Иди сюда. На. Закрывай дверь. Давай, закрой папу. Закрываешь? Папе страшно, закрывай. Bəbəsini də oturub, bəbəsinə baxın. Gedirik marketə. Aylinkaya da belə rahat marketdən boclar aldım. Çipalina. Material qəşəngdir, xoşuma gəlir. Belə yatmaq üçün pijama yerinə hələlik istifadə edeyim. Pijaması hələ gəlməyib. Gəlin göstərim, açım. Qolludur deyəsən. Belədir. O birisi də belə qolludur. Material da qəşəngdir. İndi bunu geyindirəcəm. Yatsın bununla. Burada da şeylə bağlanır belə. Fairy'nin də salfetlərini aldım. Biraz quru çıxır, bilmirəm niyə. Slippy də işlətmişəm. Amma yenə Fairy'də qaldım. Eybi yoxdur. Burada 100 ədəddir. Ona görə mənə rahatdır. Nəsə hər gün iş görəndə bunlarla silmək. Rossmann'da da belə bir gel aldım. Deyəcəm indi. Yumuşaldıcı geldi. Həm gözəl qoxusu var. Rossmann'a geçeceğiz. Bu markanın məhsulları mütləq yoxlayın. Bu qoxusunu bəyəndim. Bu qablaşdırılmasında. Başqaları da var idi. Geçsəz ora mütləq yoxlayın. Qiyməti də 5.99 idi deyəsən endirimdə. Saçları daramaq üçün Aylinka üçün İSA'nın Kids məhsulunu almışam. Əvvəl prinsesa götürürdüm. Amma prinsesa 6 manatdır. Bu isə 3.99. Qoxusu da yaxşıdır. Belə vurdum. Neytraldır qoxusu. Nə şirindir, nə belə turşdur. Orta. Bunun qoxusu isə hansısa bir parfümə oxşuyur. Tam bilmirəm hansı parfümdən belə fresh qoxusu var. Mən mətbəxdəyəm. Sizlər üçün video çəkirəm. Yeni il təyamlı. Heç yeni il təyamlı da deyil. Prosta sizlər üçün reseptlər çəkirəm. Və birinci reseptdən başlayacağım. Lazım olacaq bizə biraz gavalı. Əslində biraz çox gavalı götürməlisiniz. Məndə bu qədər idi. Gavalısız da eləsəz olar. Toyuq, qaynadılmış, biraz pendir, rəndelənmiş qoz ləpəsi, bir də dekor üçün belə qozlar götürdüm. İndi görəcəksiniz, toyuqdan belə şarlar düzəldəcəm. İlk göndərəcək bura toyuğu, biraz pendiri və qoz ləpəsi mayonezlə qarışdırırsınız. Ondan sonra belə balaca toplar edirsiniz. Topları da sonraki biraz ya sulaya bilərsiniz əllərinizi yapışmasın və göndərirsiniz ora. Qoz ləpəsi hardakı rəndələmişəm. И все. Qarışımı qarışdırırsınız. Duz istiyot da əlavə elədim, mayonezlədim və bunlardan indi balaca şarlar hazır edəcəyik. Baxın, topları qarışdıranda belə bir şey açırsınız burada və gavalımızı bura yerləşdirir. Düzdür, məndə gaval biraz pisdir. Sizdə əgər yaxşısı varsa ondan istifadə edin. Məndə yəni olan buydu. Yenisini də almadım. Bu artıqdır. Bunları daha rahat əlcə ilə eləyə bilərsiniz. Əlcə ilə daha rahatdır. Bu topları hazır edirsiniz.
Çətin bir şey yoxdur. Sadəcə topları hazır edirsiniz qarışımdan və salam. Bunda da eyni şey. Belə görürsünüz, yapışqandır. Yaxşıdır. Sonra göndərirsiniz bura. Hardakı qozları belə qəşəng rəndələmisiniz. Dekor eləməyi də göstərəcəm, necə eləyəcəm. Bu da bizim birinci gözəlçələrimiz. Bunları belə gözəl dekor eləyə bilərsiniz. Həm qəlyanaltı kimi də süfrəyə təqdim edə bilərsiniz. İkinci salat üçün nə lazım olacaq? Deməli, pendir, göbələk. Onları öncədən qızartdım. Siz də elə eləyin. Öncədən qaynadılmış fide, qarğıdalı, konserva edilmiş sarımsaq. Rəndeləyəcəyim onu buradan. Böyle rəndə almışdım, rahat. Bir de yumurta. Yumurtanı qaynadıram. Biraz gec ayıldım. Bir de pendiri demiştim. Bir de duz, istiyot, mayonez. Yumurtamı da koymuştum qaynamağa. Artıq qaynayıb. Əlimizdə olan ingrediyentləri attım bura. Qaldı bir dənə sarımsağı rəndələmək, mayonezi vurmaq, duz və istiyot. Bunu da yığırıq belə formaya. Və salam. Üzərinə rəndələnmiş qoz əlavə edəcəm. Biraz nar və görək nəylə dekor edeyim. Bu da bizim ikinci gözəlçəmiz. Əgər belə bir dekor eləmək istəsəz, bunları skrin edin. Yadınızda qalsın ki, süfrəni necə bəzəyə bilərsiniz bu cür yeməklərlə, sadə yeməklərlə. Sizə deyim ki, bu salat çox ləzzətlidir. Bu da mənim 3 dənə gözəlçəm. Vloga axıra kimi baxın. Bütün hamısının reseptləri sizlərlə bir-bir bölüşəcəm ki, yeni il üçün nə gözəl hazır eləyə bilərsiniz. Ümumiyyətcə tək yeni il üçün yox, süfrənizə daha da rəng qatacaq. Birinci salat. Bu da qəlyanaltı kimi gedir, toplar. Bu da bizim kral yeməyi cheesecake. Buradan biraz tökülüb, buna fikir verməyin. Əsas odur, onun dadıdır. Vlogu axıra qədər izlədiyiniz üçün sizə minnətdaram. Artıq vlogumu bitirməyə üzrəyəm. Ona görə sizlərlə sağollaşıram. Bunları isə gələn vloglarda görəcəksiniz. Artıq short videomda çıxıb yəqin ki, orada da görə bilərsiniz. Amma burada daha ətraflı izah elədim. Özünüzə yaxşı baxın qızlarım. Hələlik gələn vlogda görüşənədək.